Elektrikli skuterlər müasir şəhər həyatının sürətli və əlçatan nəqliyyat vasitələrindən biri. Son illər Bakı küçələrində bu mikromobil nəqliyyat vasitələrinə maraq sürətlə artır. Sürətlidir, rahatdır, həm də tıxacda qalmağa ehtiyac yoxdur. Amma hər şey göründüyü qədər problemsiz deyil. Bu rahatlığın arxasında bəzi ciddi narahatlıqlar da gizlənir. Sakinlər səkilərdə və piyada keçidlərində nizamsız saxlanılan skuterlərdən şikayətçidirlər. Mikromobil nəqliyyat vasitələri, xüsusilə elektrikli skuterlər şəhər həyatının ayrılmaz hissəsinə çevrilib. Sürətli, əlçatan və ekoloji baxımdan səmərəli olan bu nəqliyyat növü bir çox hallarda tıxacdan yayınmağa imkan verir. Lakin bu rahatlığın fonunda getdikcə artan bir problem ortaya çıxır. Gətirib orada saxlasınlar, özdəki nizamlı saxlayırlar. Gəlirlər, biri belə qoyur, biri belə qoyur. Axı, bu nəyə lazım? Yanından sürətdən fitiləyib keçirlər, diqqət eləmirlər. Sürət hədləri də çox yüksək olur. Ona görə əlbəttə Özləri də bir gün o səkidə yeriyən piyada ola bilərlər. Özlərinə də bir gün maniyə olacaq bu. İstifadə edirsə əgər, saxlama eləyəndə saxlamağa da yaxşı. Çünki ayaq altında qalır, istərsəməz şəhər də pis göstərir, yəni turistlər də pis görünür, istərsəməz bu şey. İstifadə müddəti bitdikdən sonra skuterlər çox zaman səkilərdə, piyada keçidlərinin yaxınlığında və ya yolun kənarında, yəni heç bir parklanma infrastrukturu olmayan ərazilərdə saxlanılır. Bu isə piyadalar üçün əlavə çətinlik və şəhərdə nizam-intizamın pozulmasına səbəb olur. Skuter xidməti göstərən şirkətlər problemin miqyasından xəbərdardır. Onların əməkdaşları gündəlik olaraq nizamsız şəkildə buraxılmış skuterləri toplayaraq yenidən nəzərdə tutulmuş dayanacaqlara qaytarırlar. İstifadəmizdə olan sosial şəbəkə vasitələri ilə həmişə çağırışlar eləyirik ki, saxlamayın orada insanların hərəkətinə, avtomobillərin hərəkətinə maneə törətməyin. Amma təəssüflər olsun ki, bizim bu çağırışlara müştərilərin əksəriyyəti baxmır və bizə də çox çətinliklər yaradır. Elektrikli skuterlər müasir şəhər həyatının simvoludur. Amma bu simvolun arxasında mədəniyyət, qayda və ictimai məsuliyyət dayanmalıdır. Əks halda bu nəqliyyat rahatlıqdan çox xaosa səbəb ola bilər.